Salam aleykum şeyx. Və aleykum salam. Şərhlər bölməsinə gələn şərhlər var bizdə. Deməli, onlar soruşurlar, bəziləri maraqlanırlar ki, bəziləri var, dini maarifçiliyi zəifdir. Onlarla həmsöhbət olarkən əhl-i sünnənin fikrini, münasibətini onlara çatdırırıq və onlarla gözəl münasibət aparırıq. Həmin insan təəccüblənir ki, bəs siz bizi kafir görmürsünüz. Çünki sizə bənzəyənlər var, onlar bizi kafir görürlər və onu bizə də deyirlər. Bəs siz bizi kafir görmürsünüz? Bilirsiniz, var radikal mövqe tutanlar, ifrata varanlar. Ona görə İslam qadağan eləyir ifrata varmağı. Məsələn, var təkfirçilər, ifrata varıblar təkfirdə. Necə ki, ifrata varanlar var hakimiyyətdə. İfrata varanlar var, necə qeyd etdik, əhl-i beytdə. İfrata varanlar var şəxslərdə. İfrata varanlar var hətta ibadətdə. Yəni, İslam ifratçılığın əleyhinədir. Və həmçinin şiddətliyin də əleyhinədir, ümumən. Sadəcə, cəmaat bəzən görürsən ki, çoxsu maarifçilik zəif olduğuna görə onlar ayıra bilmirlər. Kimdir radikal, kimdir... Bəziləri fikirləşir, kim saqqal saxlayır radikaldır, səhvdir. Və ya kim namaz qılır radikaldır, və ya kim sünni də əli bağlı qılır radikaldır. Səhv fikirdir. Yəni, əlhamdülillah biz əhl-i sünnəyik, əhl-i sünnə vəl cəmaat, biz sələfləriyik. Biz əksinə hələ adamların əleyhinəyik, hələ fikirlərin əleyhinəyik. Hələ fikirlərin əleyhinəyik, ifratçılığın əleyhinəyik. Sadəcə cəmaat, məsləhət budur ki, cəmaat dinlərin öyrənsinlər, oxusunlar, qulaq assınlar, düzgün adamlara qulaq assınlar, düzgün fikirli, düzgün baxışlı. Çünki sən düzgün fikirli, düzgün baxışlı adama qulaq asmasan, sən özün çaşacaqsan. Özün də ola bilsin, onlardan biri oldun. Və nə qədər görürsən, cavanlar radikal yolları tutublar, çünki dindən bilmirlər işlə. Dindən bilmirlər, məlumatları yoxdur. Quran ayələrin düzgün başa düşməyiblər, cəm eləməyiblər və bilmirlər təbii. Və onların bilməməzliyindən də bəzi müəyyən tərəflər, qüvvələr, tərəflər istifadə edir. Cavanları radikallığa cəlb edirlər. Sonu da yaxşı bitmir. Ya türmə, ya ölüm, ya harasa gedir, nəysə özü günah qazanır. Hamısı nədir? Savadsızlığın nəticəsi, məlumatsızlığın, hər kimə gəldi qulaq asmağın, ayıra bilməməyin. Ona görə cəmaat gərək dini cəhətdən öyrənsinlər, oxusunlar. Yəni, mahnıya qulaq asmaqdansa heç olmasa, dinə də hərdən qulaq askinə. Dinə qulaq askinə, soruş bilənlərdən, maraqlan. Çünki o mahnı sənə fayda verməyəcək. Və ya nəsə başqa bu dünyada. Sənə ancaq din fayda verəcək. Dinlə sən özünü qoruyacaqsən, ailəvi qoruyacaqsən, ətrafı. Və nəyə ki bu dünyada? Həmçinin ahirətdə də. Ona görə Allah Teala Fatihə surəsində nə deyir? Məliki yevmiddin. Din gününün padşahı. Din gününün maliki. Ne üçün? Qəsd nədir? Qiyamət günü. Lakin Allah Teala qiyamət günü Quran-ı Kərimdə fikir versək, cürbəcür adlar verib. Onlardan da biri Məliki yevmiddin. Din günü. Ne üçün din günü? Qiyamət deməyib, din günü deyib. Çünki o gün ancaq din fayda verəcək. Ona görə bu səni narahat eləməlidir. Çoxsu başa düşmür. Çoxsu özünü sual verir, ne üçün gəlib bu dünyaya? Məsələn, adam da 60-70 yaşı var. Heç o barədə fikirləşməyib. Elə bilib ki, hər şey ələ-belədir. Necə ateistlər, kafirlər deyil. Hər şey ələ-belə olmur axı. Yəni, adi bu stəkan ələ-belə düzəlməyib. Əgər bu sınsa, məqsəd ələ-belə tullayıcı. Yəni, insan, ətraf ələ-belə deyil. İnsan da ələ-belə deyil. Ələ-belə heç də ola bilməz. Məqsəd var. Adam var, görürsən, heç özünə sual verməyib ömrü boyu. Mən ne üçün yaranmışam? Yəni, hamısı nədir? Savadsızlıq, dərk eləməmək, hamısı onun nəticəsindədir. Hələ adamlar ancaq özlərinə zərər verirlər və ətraflarına. Bəli. Həmçinin belə bir şərh var ki, sual verir qardaş, müsəlman kişinin və ya qadının subay olaraq ölməsi günah hesab olunurmu?
və yaxud da sağlam və gücü var, iradəsi var, evlənməyə subaylığı seçir, evlənmir. Bu halda necə? Olmaz eləz. Evlənmək sünnədir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yoludur. Quran-Kərimdə ayələr var, hədislər var səhih. Ailə həyatı, evlənmək savabdır. O cavan ki, başa düşmür ki, o evlənmirsə, nə qədər savab itirir. Nə qədər savab itirir. Çünki ailə həyatı fürsətdir, həmçinin savabı artırmaq üçün. Kişi hətta evinə nə inir, nə xərc çəkir, adi çörək alır, kişi üçün sədəqə yazılır. Qadın məsələn, əgər ərinə tabidirsə, cənnəti qazanmaq üçün, cənnətə girmək üçün ən böyük səbəblərdən biri nədir? Qadın üçün. Ki, öləndə əri ondan razı qalsın. Ərin razılığını qazanmaq, Allahdan sonra. Valideynlərin razılığını qazanmaq. Ona görə o ailə həyatı qurmayanlar özlərini məhrum ediblər. Və ümumən İslam təşviq edib ailə həyatı qurmaq, çoxalmaq. Çünki cəmiyyət də ailələrlə, nə ki cəmiyyət, insan ən birinci özü islah olur və həmçinin cəmiyyətdir. Əks halda fəsad yaranır. Ona görə kimin imkanı varsa, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, cavanlara xitabən deyir ki, kim sizdən bacarsa evlənməyə, evlənsin. Gecikdirməsin. Bəli. Həmçinin sual gəlir ki, Muaviyə rəhbərə qarşı çıxıb. Bəs onda Muaviyə xavaricdir. Yox, Muaviyə, nə Muaviyə radiyallahu anhu, nə Hüseyin radiyallahu anhu, bunlar hakimə qarşı çıxmıyorlar. Hakimə qarşı çıxmıyorlar. Muaviyə radiyallahu anhu, Əli radiyallahu anhu demirdi ki, sən çıx, mən olum. Orada tamamen başqa məsələlər idi. Əsas da ən böyük məsələ, ən əsas Osman qatilləri. Çünki Osman qatilləri Əli ibn Əbi Talib tərəfdə idilər, radiyallahu anhu. Və bu da səbəb oldu Muaviyə radiyallahu anhu ona beyət eləmədi və döyüşdü Əlinə, radiyallahu anhu. Biz Muaviyyəni bu məsələdə səhv görürük. Lakin Muaviyyə hələ belə deyildi də, hələ belə Əli ilə düşmənçilik, Əli radiyallahu anhu da düşmənçilik yox idi onun. Yəni o hadisədən, Osmanın qətlindən qabaq Muaviyyə ilə Əlinin arasında heç bir şey yox idi, müşkül məsələ. Münasibətləri yaxşı idi, düşmənçilik, ədavət yox idi. Hamısı nədən başladı? Osmanın qətlindən sonra. Osmanın qətlindən sonra. Və biz görürük ki, hətta baxmayaraq Əli radiyallahu anhu, Muaviyyə radiyallahu anhuna döyüşdə Siffeyndə, sonra Muaviyyə radiyallahu anhu kimləri ki istəyirdi Əlidən radiyallahu anhudan onları öldürsün, onları cəzalandırsın, Əli sonra radiyallahu anhu özü onlarla döyüşdü. Nəhrivan döyüşdü, xavariclərlə. Baxmayaraq hamısını öldürdü. Bir neçə qaldı istisna. O istisnalardan biri gəlib Əli ibn Əbi Talib radiyallahu anhunu öldürdü. Biz sadəcə bu fitnədir. Düşmüşdü müsəlmanların arasına və salam. Həmçinin şərhdə yazırlar ki, tağutu inkar etməyən müsəlman sayılır. Elhamdülillah, ümumiyyətlə hər bir müsəlman tağutu inkar etməlidir. O imanın əsaslarındandır. Necə Allah Teala buyurur, "O men yakfur bit tağuti ve yu'min billah." Kim tağutu inkar edib və Allah'a iman gətirsə. Lakin tağut nədir? Xavariclər bu kəlmədən alladırlar cavanları. Tağut kim Allahdan qeyrisindən həddi aşıb. Allahdan qeyrisindən həddi aşır. Məsələn, şeirbazlar tağutdur. Məsələn, elmsiz danışan tağutdur. Məsələn, rüşvət verən tağutdur, alan həmçinin. Lakin orada nə məsələ var? İncəlik. Xavariclər, təkfirçilər, tağutun növlərindən həmçinin Allahın hökm verməyən, Allahın hökm verməyən böyük günah sahiblərinin mərtəbəsindədir, sırasındadır. Onlar bunu sadəcə götürüblər, şişirdirlər bunu. Və var belə ki, məsələn, hətta mümeyyilərin arasında da var, hətta polisi tağut deyirlər. Lakin öz aralarında, belə məsələn, düzdür, bildirmirlər, amma öz aralarında hətta mümeyyilər, polislərimizə və s. Onlar tağut deyirlər, o ki qaldı hakimə və s. Sadəcə mümeyyilərlə
xavaricdən fərqi nədir? Xavariclər açıqdılar bu məsələdə. Mumeyyilər gizli. Pərdə arxasıdır. Hə. Ona görə Mumeyyilər xavariclərdən daha təhlükəlidirlər. Çünki Mumeyyilər özləri sələf yolunda olmağını bildirirlər. Bir qədər sələfi var, hansı ki, sələfilikdən uzaqdır. Məsələn, götür o, keçən dəfə mövzularda sual vermişdir. Abu Hanzalə. Abu Hanzalə sələfi demək cahillikdir. Və ya İbn Ladənə sələfi deyən cahildir. Və ya Eyman Zavahiriyə və ya başqalarına, radikallara və ya Bəğdadiyə və s. Onlar sələfi deyil. Və Mumeyyilər həmçinin, mən ifrata varan o əsil Mumeyylərdən danışıram. Mumeyyili bilirsiniz, növləri var. Kimdə çoxdur, kimdə azdır. Lakin var onda Mumeyyili. Mumeyyilər açıq aydın, onlar polisimizə tağut deyirlər. O ki, qaldı başqalarına, ondan yuxarı. Şeyx, olan bəzilərinə həmsöhbət olanda, onlar deyirlər ki, bu qasetlər ağızlarına ki, polis tağutdur. Onlardan soruşanda ki, sən bu etiqadda deyilsən də, bunu niyə deyirsən? Deyir, yox, o mənada deyirəm. Yəni, deyirəm ki, hansı ki, dövlət ona iş tapşırır. O işi yerinə getirir, onda yox. İşdən kənara çıxanı deyir tağut. Qəribə izah verirlər. Onda hələ desin də, işdən qırağı çıxanda tağut olurlar. Amma hələ demirlər axı. O bilirsiniz, onlar qaçırlar söhbətdən. Necə deyirlər, don geyindirirlər məsələyə. Amma biz bilirik axı, olmaz hələ şey var, ümumiyyətli sələ. Yoxdur hələ şey. Ya tağutsan, ya da belə qutardır. Aydındır. Ümumiyyətlə, bu sözü işlətmək düzgün deyil bizim polislərə. Düzgün deyil. Bu xavariclərin əlamətlərindəndir. Ola bilsin, adam Mumeyyilərin arasında xüsusi məclislərdə oturanda ola bilsin, onlar danışırlar. Amma o bilmir ki, artıq problemə düşüb. Xavaricliyin iyi gəlir ondan. Çünki bilirsiniz, bəzilər biz görürük də, çıxışlar, idmançı, sonra nə bilim, tüm hamısını birləşdirən və s. bilinmir nədir. Çoxdur belə. Və ya bir-iki yerdə demişəm, mən tövbə eləmişəm, qutardı. Onun yerinə başqaları yayır. Çıxıb özü demir, başqaları yayır. Belə tövbə olar. Özdə belə məsələlərdə. Əgər sıravi adam olsaydı, balaca bir məsələ olsaydı, deyərdi ya. Və ya dünya məsələ deyərdi ya. Heç özü bilər, qarışmırıq biz. Lakin sən dini məsələdə əhlüsünə, üsuluna müxalif olan məsələlərdə, hansı ki, birinə əhlüsünə, üsuluna müxalif olsun, necə İmam Əhməd deyir, usul sünnədə. Birinə müxalif olsun, sən artıq əhlüsünə sayılmırsan. Hələ məsələlərdə çoxsu ağızlarına su alıb, necə deyirlər, dayanıblar. Bəzilərdə onların arasında bilirlər, yenə susurlar. Onlar da təhlükədir. Onlar da hələ adamlara ehtimad olunmur. Onlar özləri əldən təəccüblənsə deyirlər, bizdə nə var ki? Hələ bu nə var, hələ bəs deyil. Bu nə var, bəs deyil. Bəs sizə cəmaat ehtimad edir axı. Siz əgər susursunuzsa, bəli, bu cür məsələlərə daha neyini yesinlər? Siz nəyə lazımsınız əslən? Ona görə yəni nədən danışır ben? Şeydən. Mumeyyilər. Ona görə, məsələn, əldən çıxışlar görə, birində nəsə varsa da, cüzü məsələ, nə var ki, nöş qaldırırsan, nöş o cüzü məsələ sonra böyük məsələ olur. Onlar başa düşmürlər ki, böyük məsələlər cüzü məsələlərdən başlayır. Əgər hələ olsaydı, əgər hələ yanaşma olsaydı, onda Əbu Musa Əl-Əşari gəlib İbn Məsuda deməzdi ki, Kufədə, meçiddə halqa zikirləyirlər. Balaca məsələ idi də, lakin hər bir məsələ, balaca məsələ sonra böyüyür, əgər qabağını almasan. Onlar başa düşmür, çünki ona görə o halqada ki, zikirləyənlər var idi ya. Birinci belə təhlükəli deyildi. Sadəcə sahabələrin yoluna müxalif idi Peyğəmbər sallallahu aleyhi ve sellem yoluna, Qurana. Ravi deyir ki, sonra deyir, Nəhriman döyüşdə, xavariclərlə döyüşəndə biz o halqa olan zikirləyənlər var idi ya, meçidli Kufədə. Onlar xavariclərlə bir yerdəydilər. Lakin görürsən nədən başladı? Ona görə bəldən çıxışlar olur, bu nə deyə, çox danışır, bu nədir? Balaca məsələlərdə şişirdir söz. Şişirdən yox deyə, biz sadəcə bilirik ki, bu hara gedir. Belə fikirlər nəyə aparır?
Biz Aynen. qeybi bilmirik ya. Bu qeybdən iddia deyil. Biz sadəcə öncəkilərə baxırıq. Tarix özün qaytarır. Tarix özün qaytarır. Necə deyirlər tarixçilər. Ona görə bunlar hamısı aldadıcı sözlərdir. Məsələn, biri çıxır deyir bir olaq. Hətta az qalır ateistlər də deyir ki bir olaq. Kafirləri. Və ya məsələn biri çıxır deyir ki lazımdır danışmaq. Biri çıxır deyir ki bir dəfə dedim qutardı. Bir dəfə. Hə. Biri deyir ki nə bilim hər balaca məsələlərdir. Buna görə nə danışırsınız? Dini məsələlərdə yoxdur elə şey. Bəli, dini məsələlər təhlükəli məsələlərdirsə, biz onlardan danışmalıyıq. Hamımız, elm tələbələri xüsusən. Aydındır məsələn. Budur. Ona görə məsələn, biri əgər çıxıb deyir ki, məsələn, filan kəslər tağutdur, sabah o başqalarına da deyəcək tağut və ya artıq deyir. Əgər o aşağı təbəqəyi deyirsə belə, yuxarı təbəqəni də o tağut görür. Sadəcə bəzilər gizlədirlər, necə Mumeyilər. Aydındır? Aydın. Bəli. Həmçinin bir nəfər şərh yazıb və öyrənmək istəyir ki, kafir dedikdə nə nəzərdə tutursunuz? Kafir sözünün mənası nədir? Kafir odur ki, artıq müsəlman sayılır. Kafir odur ki, yəni o cür ölsə, əbədiyyən cəhənnəmlidir. Kafir kimi həşr olunacaq. Bu dünyada əgər kafirdirsə biri, o dünyada da kafirdir. Və salam. Bəzi istisnalar var. Fətrə əhli kimi və s. Onlar heç. Amma belə kim ki kafirdir, o dünyada da kafirdir. Bəli.